deyirəm ki, gəlin bütün evin üstürlərini dəyişək. Deyirəm valla sənin işin gücün qutarıb. Qaynanamın evinin çılçıraqlarını yeniləyirəm, part 1. Birinci olaraq mətbəxdən başladıq. Bu lüstr artıq illərdir buradadır və ölüm ayağındaydı. Qaynatamın bir gün lazım olar deyib saxladığı detalları bir-birinə birləşdirib yeni bir lüstr əmələ gətirdi. Ata da biraz deyinərək, biraz gülərək mənə kömək elədi. Deyirəm sən iş tapırsan eyvallah. Çox da ürəyimə yatmasa da mətbəxin çılçırağı bu formada görünür. Əlimdə olan detallarla və 0 manatla ancaq bunu yarada bildim. İndi isə keçirəm qonaq otağına. Zamanında buradakı lüstr sındığı üçün yerini lampa ilə əvəz eləmişdilər, amma bu görüntü artıq məni narahat edirdi. Qaynatamda olan detallar çox da ürəyimə yatmadığı üçün özüm hazırlamaq qərarına gəldim. Pinterestdə gördüyüm Zara Home Designlı çılçırağı gəlin birlikdə hazırlayaq. Havada quruyan gili biraz isladaraq əllərimlə açmağa başladım. Üzərində naxışlar cızdım və naqil üçün boşluq yaratdım. Qazet islandığı üçün onu parça ilə əvəz etdim. Amma indi məni bir sual narahat eləyir. Görəsən quruduqda parça gildən rahat ayrılacaqmı? Sonunun necə olacağını görmək üçün mən də sizinlə birlikdə part 2-ni gözləyirəm.